Azərbaycan Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu xəstəliyi səbəbindən dünyasını dəyişib. Nokommentazın məlumatına görə əslən Tovuzun Əyyublu kəndindən olan DSX-nın əsgəri Məmmədov Natiq qızılca xəstəliyi nəticəsində vəfat edib. Məlumata görə səhhəti kəskin pisləşən əsgərin həyatını xilas etmək üçün həkimlərin göstərdiyi tibbi səylərə baxmayaraq onun daxil olduğu infeksiyanın ağır fəsadlarından dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, o 2 ay əvvəl hərbi xidmətə yollanıbmış. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq araşdırmalar aparılır. Qaxda yol qəzası olub. APA'nın Şimal-Qərb bürosunun məlumatına görə hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib. İran İslam Respublikasına məxsus yanacaq daşıyan maşın idarəetmədən çıxaraq meşəli əraziyə aşıb. İlkin ehtimala görə qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır. Bu günlərdə Laçın rayonunun Minkənd kəndi yaxınlığında 7 bölük yaylağında köç zamanı avtomobillərdən biri çayda batıb. Çayda batan Niva markalı avtomobili köçdə yer alan yük maşını çıxarıb. Maraqlı görüntülər sosial şəbəkədə yayılıb. Azərbaycanın ən yaşlı sakini vəfat edib. 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bugün müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib. 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş. Tovuz rayonunda ölüm nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verib. Vaz 2106 və Mitsubishi Pajero markalı avtomobillərin toqquşması nəticəsində Vaz markalı avtomobilin sürücüsü ölüb. İlkin məlumata görə daha 2 nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.